Xeyr. Maddələrin xassələri bölməsinin test izahlarına baxaq. Birdə deyir, fiziki xassələri müəyyən edin. Demişdik, maddənin aqreqat halı, rəngi, görürsünüz, 1-də verib, 2-də verib. Hidrogen, oksigenlə reaksiya daxil olur. Əgər reaksiya daxil olub-olmamaq varsa, bu kimyəvidir. Su 100 dərəcədə qaynayır, dedik, ərimə, qaynama temperaturu da fizikidir. Sonra lax yumurta i varsa, yəni maddənin i'si varsa, bu da fizikidir. Ona görə 1, 2, 4, 5 doğru cavab A variantı olacaq. 2-də deyir, aşağıdakı şəkillərdə maddənin aqreqat halı verir. Görürsünüz, bu bərkdir, çünki çox sıx yerləşir. Bu biraz aralıdır, mayedir. Bu isə qazdır. Buna əsən hansı ifadələr deyir? Doğrudur. 1-də deyir, X bərk maddədir. Bəli, çox sıx yerləşibsə bərkdir. Biri götürmək olar. 2-də deyir, Y aqreqat halında molekullar arası cazibə qüvvəsi ən böyükdür. Xeyr. Nə qədər molekullar sıx yerləşirsə, cazibə qüvvəsi o qədər böyük olacaq. O da X-dadır, Y-də yox. Öncə 2 səhvdir. Aha, 3-də deyir, Z halında maddə ən böyük həcm tutur. Bəli, qazların həcmi daha böyükdür, çünki aralı yerləşirlər. 4-də deyir, Y maye aqreqat halındadır. Bəli, nisbətən aralıdırsa, nə sıx deyil, nə də çox aralı deyilsə, mayedir. Ona görə 1, 3, 4 doğru cavab Y variantıdır. 3-də deyir, aşağıdakı maddələrdən hansı otaq temperaturunda bərk aqreqat halındadır? Ammoniak NH3 qazdır, su mayedir, civə mayedir. Sonra karbon dioksid CO2 qazdır, amma kükürt bərkdir. Ona görə 3-də cavab D variantı olacaq. 4-də maddənin aşağıdakı verilmiş aqreqat halı üçün hansı ifadə doğru deyil? Bu gördüyümüz kimi bərk aqreqat halıdır, çox sıx yerləşdiyi üçün. İndi burada deyir, zərrəciklər arasında məsafə yox deyiləcək qədər azdır. Bəli, məsafə çox azdır, çox sıx yerləşdiyi üçün. Ona görə bu doğrudur. Bizə səhv istəyir. Molekullar deyir, çox sıx yerləşib. Bəli. Sıxlıq deyir, ən böyükdür. Bəli. Deyir, sıxlıq ən azdır. Xeyr, bu qazlardadır. Sıxlıq necə az olsun? Çünki kiçik yerləşiblər molekullar demək olar. Ona görə D variantıdır. Gəlirik 5-ə, aqreqat halının dəyişməsi verib. Görürsünüz, qazdır, sonra bərkə keçib. İndi deyir, nə istəyir bizdən? Hal dəyişməsi zamanı nələr deyir? Artır. Deyir, sıxlıq, bəli, bayaq çox aralı yerləşmişdi. İndi sıx yerləşib. Ona görə biri götürürük. 2-də deyir, molekullar arası məsafə. Burada məsafə daha böyükdür. Burada isə məsafə sıxdır. Yəni, məsafə artmır, azalır. Ona görə bunu çıxırıq. 3-də deyir ki, deyir, həcm. Qazların həcmi daha böyükdür. Ona görə bunu da çıxırıq. Həcm əksinə bərkə keçəndə azalır. Molekullar arası cazibə qüvvəsi. Cazibə qüvvəsi artır. Çünki molekul nə qədər sıxdırsa, o qədər cazibə qüvvəsi, yəni bir-birinə cəzb olmaq artır. Ona görə 4-ü götürürük. 1, 4, Y variantı. 6-da deyir, 100 qram civənin həcmi 20 kub santimetr olarsa, onun sıxlığını tapın. Sıxlığın düsturu belədir. Rho bərabərdir, M bölünsün V. Burada 100 qram M-ə yazırıq, 20 də aşağı yazırıq, 100-ü də 20-yə bölürük. Doğru cavab 5, 6-da cavab A variantı olacaq. Sadəcə sıxlığın düsturunu tətbiq edirik. Gəlirik 7-ci suala. Şəkildə A və B maddəsinin qarışdırılması verilib. Baxırıq ki, A-nın sıxlığı azdır deyə yuxarı qalxıb. Məsələn, yağdır, görürsünüz, rəngindən də açıq yəni tapa bilərik. B sıxlığı çoxdur, su aşağıda qalır. Deyir, 1-də deyir ki, A və B maddəsi bir-birində həll olunur. Bəli, həll olsaydı ikisi də eyni yerdə olardı. Görürsünüz, bir yuxarıda, bir aşağıdadır. Ona görə bir doğrudur. 2-də deyir, A-nın sıxlığı B-nin sıxlığından çoxdur. Xeyr, aşağıda olan sıxlığı daha çox olur. A-nın sıxlığı əksinə B-dən azdır. Bu səhvdir. 3-də deyir, A maye yağ, B isə su ola bilər. Bəli, A yağ, B su ola bilər. Doğrudur, çünki yağ yuxarıda qalır. 4-də deyir, B-nin sıxlığı A-nın sıxlığından böyükdür. Bəli, aşağıda qalan B-nin sıxlığı A-dan çoxdur deyə, bu da düzdür. 1, 3, 4, Y variantı. 8-də deyir, verilmiş qablarda eyni saf maddə üçün aşağıdakılardan hansı eynidir? Baxırıq, məsələn, eyni saf maddə, bunu da su götürək, bunu da su götürək. Məsələn, bu tutaq ki, 5 litrdir, məsələn. Bu da olsun 3 litr. Görürsünüz, miqdarları azdır. İndi deyir, nə eynidir? Həcm eyni ola bilməz. Litri, yəni görürsünüz ki, birinin həcmi daha çoxdur, birinin azdır. Yəni, qabda tutduğu həcm. Ona görə bir eyni ola bilməz. Sonra gəlirik. 2-də sıxlıq, bəli. Mayelər üçün həcmin nə qədər olub-olmamanın fərqi yoxdur. Mayelər üçün sıxlıq həmişə sabitdir. Yəni, su istəyirsən 5 litr götür, istəyirsən 3 litr, istəyirsən 10 litr. Həmişə suyun sıxlığı 1-dir. Yəni, sıxlıq həcmdən asılı olaraq dəyişmir mayelərdə. Bir də bərklərdə də belədir. Bir dənə qazlarda sıxlıq həcmdən asılı olaraq dəyişir. 3-də deyir, qaynama temperaturu, bəli, bu da dəyişmir. İstəyirsən 10 litr su olsun, istəyirsən 100 litr su olsun. Yəni, qaynama temperaturu 100 dərəcədə su qaynayır. Ona görə 2, 3 eynidir.
4-ə gələndə kütlə fərqlidirsə, həcm fərqlidirsə, kütlə də fərqli olacaq. Ona görə bunu çıxırıq. 9-da deyir, mis kuboidinin kütləsi 267,6 olarsa, onun sıxlığını tapın. İndi biz dedik, sıxlığı tapmaq üçün nə edirik? M böl V yazırıq. Bizim kütləmiz var. 267,6. Aha, bizim sıxlığımız dedik, tapanda kütləmiz var, amma həcmimiz yoxdur. Amma bizə bir də kub verib. Kubun həcmini tapanda belə bir düstur var. A, B, C. Burada 5-i vururuq 2-yə, vururuq 3-ə. O da eləyir 30. Yəni, həcmi yerinə gətirib 30-u yazırıq. 267,6-ını da 30-a bölürük. O da eləyir 8 tam 8 dəfə üçün 24, 27, 9, 8 tam %92. Doğru cavab A variantı olacaq 9-da. Gəlirik növbəti 10-cu suala. Onda deyir, aqreqat hal verib, görürsünüz, mayedir, biraz aralı yerləşib, sonra qaza keçib çox aralıdır. Deyir, sıxlıq artır. Xeyr, sıxlıq əksinə azalır. Qazda daha aralı yerləşir, ona görə sıxlıq azalır. Deyir, həcm azalır. Bu da səhvdir. Həcm artır, qazların həcmi daha böyükdür. 3-də deyir, molekullar arası məsafə artır. Bəli, qazlarda məsafə daha böyükdür. Ona görə 3-ü götürürük. Cazibə qüvvəsi deyir, azalır. Bəli, dedik, molekul nə qədər aralıdırsa, cazibə qüvvəsi cəzb olma o qədər az olur. Nə qədər sıxdırsa, o qədər yaxşı cəzb olunur. Ona görə 3 ilə 4 doğrudur, B variantı olacaq. Gəldik 11-ə. Cədvələ əsasən verilmiş maddələrdən hansılar 6 dərəcədə bərk, 80 dərəcədə qazdır. Bugün bunu intervalı izah eləmişdim. Dedim, ərimə temperaturundan temperatur əvvəldə yerləşirsə, verilən temperatur bərk olur. Ərimə ilə qaynamanın ortasında olursa maye olur. Qaynamadan sonra yerləşirsə qaz olur. 6 dərəcə burada ortada yerləşir. Əvvəl x üçün yoxlayırıq. 80 dərəcə də burada yerləşir. Həqiqətən 6 dərəcədə bərk yox, maye olacaq. Amma burada bərk deyir. 6 dərəcədə bərk deyil, axı ortada yerləşdiyi üçün deməli mayedir. Yəni x-imiz düz gəlmir. X olan cavabları çıxırıq. Y-də baxırıq. 6 dərəcə harda yerləşir? Burada əvvəldə yerləşir. Yəni bərki yoğun gəlir. 80 burada yerləşir. Bu da qazı yoğun gəlir. Yəni Y-i götürürük. Sonra gəlirik Z-ə. 6 dərəcə əvvəldə yerləşir. Bəli, bərki yoğun gəlir. 80 dərəcə ortada yerləşir. Yox, qaz olmadı artıq, maye oldu. Ona görə ancaq Y ödür bu şərt. 11-də cavab B variantı. 12-də deyir, cədvələ əsasən hansılar adi şəraitdə kükürdlə eyni aqreqat haldadır? Kükürd bilir ki, bərk aqreqat haldadır. Ona görə biz də adi şəraiti həmişə belə götürürük. Uşaqlar, ehtiyatlı olursunuz. Adi şərait harca 20-21 dərəcə interval götürür. Biz onlardan x, y, z-də yerləşdirəcək. Görək hansında bərk olur. 20-21 dərəcə təqribi buralarda yerləşir. Ona görə mayedir. Bunu götürmək olmaz. Çünki kükürd bərkdir. 20 dərəcə, 21 dərəcə təqribi buralarda yerləşir. Y bərkdir. Bunu götürürük. Z-də 20 dərəcə təqribi ortalarda yerləşir. Ona görə burada da maye uyğun gəlmir. Ancaq Y 12-də doğru cavab B variantı olacaq. Sonra gəlir 13-cü suala. Porşenin vəziyyəti şəkildəki kimidir dəyişəndə doğruları istəyir. Burada baxırıq qazdır. Üzr istəyirəm. Burada baxırıq qazdır. Sıxı molekullarını belə deyim də yaxınlaşdırıb. Deyir, sıxlıq artır. Bəli, üstündən sıxmışıq, sıxlıq artıb. Ona görə bu 1 doğrudur. Daha sonra 2-də deyir, həcm artır. Xeyr, həcm qazlarda daha böyükdür. Yəni, sıxdıqca artıq həcm azalır, tutduğu həcm. Qazın kütləsi azalır. Qazın kütləsində heç bir dəyişiklik olmur. Yəni, həmənki qazı sadəcə həcmi dəyişir. Sonra molekullar arası məsafə azalır. Bayaq məsafə çox idi. İndi bəli, azaldı. Ona görə 1, 4 doğru cavab C variantı. 14-də deyir, X, Y və Z mayeləri bir-birində həll olmur. Sıxlıqları Z böyükdür, Y böyükdür, X. Aha, buradan artıq rahat tapa bilərik ki, Z-in sıxlığı böyüksə, deməli Z daha aşağıda olacaq. Onda bunları çıxırıq. Avtomatik 14-də cavab A variantı olur. Sıxlığı daha çox olan aşağıda qalır. 15-də deyir, hansı temperaturda X maddəsi qazdır? Qaz olmaq üçün gərək qaynama temperaturundan yuxarı olsun. Ona görə 120 dərəcəni götürəcək. 120-110-un sağında yerləşdiyi üçün qaz olacaq. 16-da deyir, hansı temperatur aralığında X-in aqreqat halı dəyişir, Y-in aqreqat halı dəyişmir. Aha, indi biz bunu bir-bir yoxlayacaq. Əvvəl X-i yoxlayırıq. Elə bir aqreqat halı götürək ki,
Deməli, hansı temperatur aralığında X-in aqreqat halı dəyişsin deyir. Y-in aqreqat halı dəyişməsin. Və karbon adi şəraitdə aqreqat halı ilə eyni olsun. Aha, karbon aqreqat halı adi şəraitdə bərk haldadır. Deməli, biz elə temperatur axtaracaq ki, X bərk olaraq qalsın. Daha doğrusu dəyişsin deyir. Bərkdən keçsin ya maye ya qaz olsun. Y-ə elə cavab götürəcək ki, elə dərəcə. Aqreqat halı dəyişməsin. Gəl onda əvvəl Y-i tapaq. Elə aqreqat halı götürək ki, bərk aqreqat halı olsun, dəyişməsin. Onda biz nə edirik? 20-dən əvvəl götürəcək. 20-dən əvvəl götürək. Məsələn, -13 20-dən əvvəldə uyğun gəlir. 70 çıxırıq. 70 20-dən əvvəl deyil. Sonra burada 70-i çıxırıq. -8 20-dən əvvəldə olar. 20-də düz artıq əriyir, bunu da çıxırıq. Deməli, ya C variantıdır, ya da D variantıdır. Sonra burada baxırıq indi X-in aqreqat halı deyir dəyişsin. Məsələn, X-i 26 dərəcə götürsək, haydi əslində burada keçidi verib uşaqlar. Bir dənə üzr istəyirəm. Mən sırf 1 dərəcə olaraq baxdım. İndi baxıram ki, keçid olaraq baxmaq lazımdır. Məsələn, A variantında -17-dir. -17 burada yerləşir. 20 dərəcə isə arada yerləşir. Deməli, X keçdi bərkdən maye, yəni X-in aqreqat halı dəyişdi. İndi Y-i yoxlayıram. -17 yenə burada yerləşir. -8 də solda yerləşir. Üzr istəyirəm, -17, 20 də bunun hələ ərimədədir. Yəni, aqreqat halı 16-da Y üçün dəyişdi. Bu deyir, dəyişməsin. 20 artıq əriməyə keçirdi. Ona görə dəyişiklik sayılır. Ona görə A bəndini silirik. İndi B bəndini yoxlayırıq. B bəndində 30 dərəcə X-ə yoxlayırıq əvvəl. 30 dərəcə -15-dən 60-ın arasında yerləşir, yəni mayedir. 70 dərəcə 60-dan sona yerləşir, yəni qazdır. Mayədən qaza keçdi. Görürsünüz, aqreqat halı dəyişdi X-in. Bu ödəyir. İndi gedir Y-i yoxlamaq. 30 dərəcə 20 ilə 75-in arasında yerləşir. 70 dərəcədə 20-75-in arasında yerləşir. Yəni, heç bir dəyişiklik olmadı. Elə bizə də onu deyir ki, Y-də dəyişiklik olmasın. Elə doğru cavab B variantıdır. Amma bir-bir yoxlamaq lazımdır ki, mən birinci səhv başa düşdüm. Hər dərəcəni bir dəfə X-a, bir dəfə Y-ə qoydum. Bu keçidi soruşur. Yəni 30 ilə 70-in keçidini qoyuruq. Görə X dəyişsin, Y deyir dəyişməsin. O da ödəyir, ona görə B bəndi olur. Gəldik 17-yə. Otaq temperaturunda bərk halda olan saf X maddəsinin temperaturun zamandan asılılıq qrafiki verilib. X maddəsi əlimizdə saxladıqda əriməyə başlayır. Buna əsasən X maddəsini 39 dərəcədən 140 dərəcəyə qədər qızdırdıqda aqreqat halının dəyişməsini istəyir. Mən sizə demişdim ki, burada aqreqat hal bərk olur. Sonra qırılanda bu ikinci sırada olur maye. Sonra bir dəfə də qırılanda bu qırıq xəttdə olur qaz. Yəni, bu xəttlərin mənası buydu. Bu da deyir ki, X maddəsini 39 dərəcədən 140 dərəcəyə qədər qızdırdıqda aqreqat hal dəyişməsini istəyir. Yəni, hansı aqreqat? 140, 120-dən sonradır. Deməli, bu qaza keçid olacaq. Amma hardan keçid olacaq ona baxaq. İndi biz baxırıq 39 dərəcədən deyir. 39 dərəcə bu A üçün heç bir miqdar vermir. Ancaq A ilə 120 dərəcə verir. Otaq temperaturu deyilsə, deməli, buralar 20 dərəcədir. A-nı 20 götürmək olar təqribi. Onda 39 dərəcə harada yerləşir? 20 ilə 140-ın, yəni 120-nin arasında. Deməli, 39 mayeymiş. Onda mayədən qaza keçid olacaq. Doğru cavab C variantı. Yəni, bunu bir də izah edeyim. Maraqlı testdir bu. Baxın, biz demişdik ki, aşağıda olan birinci dəfə qırılmaya qədər bərkdir maddə. Sonra qırılır, ikinci hala keçəndə mayedir. Sonra bir dəfə də qırılır, üçüncüyə keçəndə artıq qazdır. İndi burada biz baxırıq ki, birinci bərkdir. Bu da deyir otaq temperaturunda. Deməli, A-nın qiyməti təqribən 20-21 dərəcədir. İndi 39 dərəcə harada yerləşir? 20 ilə 120-nin arasında, yəni olacaq maye. 140 harada yerləşir? 120-dən sonra, yəni qaz. Deməli, bu mayədən qaza keçid edir deyə C variantı olacaq. Gəldik 18-ə verilmiş maddələrdən hansının adi şəraitdə aqreqat halı fərqlidir? Silisium bərkdir, karbon bərkdir, kalium bərkdir, mis bərkdir, xlor qazdır. Ona görə 18-də doğru cavab D variantı olacaq. Gəlirik 23-cü sualda. Suyun aqreqat halının dəyişməsinə görə deyir, hansı keçidlərdə sıxlıq artır? Yəni, molekullar deyir, sıxlaşsın. İndi biz 23-də baxırıq ki, görək, harada sıxlaşma baş verir. Bu, deməli, bərkdir. Bu, mayedir. Bu
Bu da qazdır. Gəlin qeyd eləyək ki, bizə rahat olsun. Qazda molekullar daha az sıx aralı yerləşir. Mayedə nisbətən aralı yerləşir. Üzr istəyirəm, bu bərkdə çaşdım. Bərkdə daha sıx yerləşir. Mayedə nisbətən aralı yerləşir. Bu da deyir ki, sıxlıq artsın. Sıxlıq qazdan bərkə keçəndə artır. Yəni 1 y-dir. Sonra qazdan mayəyə keçəndə artır. Biri t-dır. Biri də maye ilə bərk arasında mayədən bərkə keçəndədir. Bir dəqiqə, sıxlıq artsın. Mayədən bərkə keçəndə artıq burada ehtiyatlı oluruq. Bax, bunu uşaqlar mütləq qeyd edin. Çünki bu sırf olimpiyadalıq bir şeydir. Düzdür, biz abituriyentlərə də deyirik. Amma sizin yaşınıza uyğun burada xüsusi vurğulayaq da. Deməli, ehtiyatlı olursunuz suda. Suda ehtiyatlı olduğunuz məqam nədir? Bir dənə bərk maye keçidində ehtiyatlı olun. Yeganə maddə sudur ki, normalda bərkində sıxlıq daha böyük olmalıdır. Amma tərsinədir. Çünki buzla suyu müqayisə eləsək, buzu suyun içine atanda aşağı düşməlidir. Amma düşmür, üstünə qalxır. Ona görə buz su keçidində istisnadır. Bərkdən maye keçəndə normalda sıxlıq azalmalıdır. Amma sıxlıq artır. Mayədən bərkə keçəndə sıxlıq artmalıdır, əksinə azalır. Yəni, bir dənə bu istisnada ehtiyatlı olun. Qalanları normaldır. Məsələn, qazdan bərkə keçəndə deyirik sıxlıq artır. Sonra qazdan maye keçəndə deyirik sıxlıq artır. Amma bir dənə maye ilə bərkdə ehtiyatlı olun. Yəni buz görürsünüz, özü də burada buzu veribdir. Yəni buz mayədən fərqli olaraq, yəni sudan fərqli olaraq sıxlığı azdır. Ona görə burada F-i yox, ehtiyatlı olub K-nı götürəcək. Deməli, burada onda cavab olacaq sıxlıq artan T, Y, K, doğru cavab 23-də C variantıdır. Sonra gəldi 24-də. Bu səfər deyir, molekullar arası məsafə artsın. Yenə bu qazdır. Bu bərkdir. Bu da mayedir. Maye. İndi gəlir molekul arası məsafə artsın. Məsafə ən çox qazda olur. Sonra mayedə olur. Ən az məsafə bərkdədir. Onda məsafə artmaq üçün bir götürəcək X-i. Sonra bir götürəcək mayədən qaza keçid Z-i. Bir də burada götürəcək bərkdən mayeyə keçəndə məsafə artır. Bir də deməli burada X-i götürdük. Z-i götürdük. Burada artıq deməli yenə ehtiyatlı olmaq lazımdır. Çünki yenə suyun keçidində veribdir maye ilə bərk. Yenə burada necə bayaq sıxlıqda fərqli olmuşdusa, molekul arası məsafədə yenə fərqli olacaq. Biz dedik, mayədən bərkə keçəndə normalda sıxlıq artmalıydı, amma sıxlıq azalırsa, onda molekul arası məsafəni də tərsinə götürəcək. Normalda mayədən bərkə sıxlıq artmalıydı, amma tərsinə olur. Sıxlıq, onda bunu götürəcək. Molekul arası məsafə suda istisna olduğu üçün bərkə keçəndə artacaq. Doğru cavab A variantı olacaq 24-də. Yəni, bir dənə bu su ilə bərk buzda ehtiyatlı olun da. Qalan qaz, bərk, qaz, mayedə heç bir dəyişiklik yoxdur. Bir dənə su ilə bərkdə ehtiyatlı olsanız problem yoxdur. Gəldik 25-ci sualı. Deyir, uyğunluğu müəyyən eləyin. Uyğunluğu müəyyən eləyin. Baxaq görə X-da bərkdir. Əslində Z daha çox bərkə oxşuyur. X çünki aşağıdadır, mayeyə oxşuyur daha çox. X bərkə oxşuyur. Belə, məsələn, qənd parçası kimi. Y qazdır, çox aralı yerləşib. İndi gəlin əvvəl X-a baxaq. Ta ki mayedirsə biz nə götürə bilərik? X halına keçdikcə sıxlıq artır. Uyğunluğu müəyyən edin. A bəndi üçün X halına keçdikdə sıxlıq artır. B-də deyir ki, molekulları nizamlı düzülüşdədir. Nizamlı düzülüşdə olan bu bərk üçündür. Yəni bu B bura gedəcək. Z-ə gedir B. Sonra müəyyən forması var. O da bərkə gedir. Bərklərin müəyyən forması var. Mayelərlə qazların forması dəyişə bilir. Yəni doldurulan qaba görə, şara görə məsələn. Ona görə Z-ə B-də gedir. Məsələn bu BF olanı çıxaq, B-yi olanı çıxaq, B-dələr qalsın. İşimiz yüngülləşsin. Deyir, helyum arqonun misalını göstərmək olar. Qazlar bilir ki, helyumla arqondur da. Onda Y-ə yeni götürmək olar. Onda bunu çıxırıq, doğru cavab A variantı qalır. Burada X-a yazıb CF içərisində qabın formasını alır. Bəli, mayələr qabın formasını alır da. Məsələn, 5 litrəyə dolduranda bir başqa formada olur. Məsələn, dar qaba dolduranda bir başqa formada olur. Mayələr, bəli, formasını alır. Qazlar da elədi, mayələr də elədi. Sonra F-də civə bromu
Civə də mayedir, brom da mayedir. Bəli, buna mayeli misal göstərmək olar. İkisi maye aqreqat halda. Ona görə bəli, F uyğun gəlir. Ona görə doğru cavab A variantı. 26-dır. Adi şəraitdə maye halda olan maddələr. Civə mayedir. Sonra brom mayedir. Daha sonra və salam. Elə ikisi də ancaq. Doğru cavab 26-dır. D variantıdır. Gəlirik 27-ci suala. 27-də deyir ki, yuxarıda qrafikdə sabit təzyiqdə müxtəlif maddələrin temperaturunun zamandan asılı qrafiki verilmişdir. Buna əsasən hansı ifadə səhvdir? Ada deyir, ən yüksək qaynama temperaturuna malik 3-cü maddədir. Ən yüksək qaynama temperaturuna, bəli, bax bu, biz demişdik, birinci xətt bərkdir, bu mayedir, bu qazdır. Sonra, bu bərkdir, bu, Ayşən eləmə, bu mayedir, bu qazdır. Amma əslində gələndə bu axırıncı xəttdə yox, bu çıxan xətt var. Bax, buradan götürülür qaynaması. Bu 70-dir, bu 60-dır. Bəli, ən yüksək bundadır, 80-dir. Ona görə A bəndi doğrudur. Və də deyir, 50 dərəcədə molekullar arası məsafə ən kiçik olan 3-cü maddədir. 50 dərəcə görə hardadır? Burada. 50 dərəcədə bu hələ bərkdədir. Bu artıq ikinci maye keçir. Bu da artıq mayedədir. Təmiz əriyibdir. Bu da deyir ki, 50 dərəcədə molekullar arası məsafə ən kiçik olan. Yəni, həqiqətən 3-dədir. Çünki X bərkdir deyə molekullar arası məsafə ən az 10-dadır. Yəni, bu doğrudur, bu doğrudur. C bəndinə baxırıq. 41-44 zaman intervalında, bax, zaman deyir, 41-44. Yəni, bax, bu zaman intervalını deyir. Hər 3 maddə eyni aqreqat haldadır. Baxaq görək. Məsələn, bu qazdır. Məsələn, bu zaman intervalına baxsaq, məsələn, bu buralar da ola bilər əslində. Yox, eyni ola bilməz əslində, dəyişir. Məsələn, bu bərkdə də ola bilər, mayədə də ola bilər, qazda da ola bilər. Zaman intervalına görə dəyişir. Məsələn, baxın, buradan konkret bir xətt çəksək, bax, buradan. Görürsünüz, bunu belə bir düz xəttdən kimi çəksək, ya buradan çəksək, fərqi yoxdur. Yəni, fərqli aqreqat hallardır. Ona görə bu dəqiq səhvdir. Gəldik 28-ə. Adi şəraitdə bərk halda olan maddələr civə mayedir, brom mayedir, flyor qazdır. Sonra kalsium bərkdir, fosfor bərkdir, yod bərkdir. 2, 4, 6. Doğru cavab C variantıdır 26-da. Üzr istəyirəm, 28-də. Gəldik 29-a. Hansı hallarda maddənin fiziki xassələri? Su qaynayır, bəli. Qaynama ərimə temperaturu fizkidir. Sonra 2-də bərk haldadır, bəli, aqreqat hal fizkidir. 3-də deyir, natrium su ilə birləşmə əmələ gətirir. Xeyr, birləşmə əmələ gətirmək, reaksiya getmək kimyəvidir. Deyir, ağ fosfor sarımsaq ilidir, bəli, İ varsa fizkidir. 5-də deyir, ozon gümüşlə birləşmə əmələ gətirir, reaksiya varsa kimyəvidir. 6-da deyir, suyun sıxılığı bitki yağın sıxılığına sıxılıqla bağlıdırsa, deməli fizkidir. 1, 2, 4, 6 A variantıdır. Gəldik 30-cu suala. Temperatur 30 dərəcədən 120 dərəcəyə qədər artırılanda doğru verilənlər istəyir. 30 dərəcə ortadadır, 120 buradadır. Deməli, bu mayədən qaza keçib. Doğru veriləni istəyir. Deyir, molekullar arası məsafə azalır. Bəli, qazda məsafə daha azdır. Üzr istəyirəm, daha çoxdur. Molekullar aralı yerləşir, ona görə məsafə çoxdur. Ona görə məsafə əksinə artır. Ona görə bir səhvdir. 2-də deyir, molekulların cazibə qüvvəsi artır. Mayedə biraz nisbətən sıx yerləşdiyi üçün cazibə daha çoxdur. Ona görə cazibə qaza gedəndə azalmalıdır. Bu səhvdir. 3-də deyir, maye haldan qaz hala keçir. Bəli, bu doğrudur. 4-də deyir, sıxlıq azalır. Bəli, mayedə nisbətən daha sıxdır. Qazda aralı deyil, sıxlıq azalır. Bu düzdür. 5-də deyir, molekulların hərəkət sürəti artır. Bəli, qazda daha aralı yerləşdiyi üçün sürətdə daha çox olur. Yəni, istədikləri kimi hərəkət edirlər də aralı olduğu üçün. 3, 4, 5 doğru cavab A variantıdır. Gəlirik 31-ci suala. Yuxarıda qrafikdə sabit təzyiqdə müxtəlif maddələr qrafiki verilib. Buna əsasən hansı ifadə səhvdir? Ada deyir ki, 8-ci dəqiqə harası buralardadır. Hər 3 maddənin aqreqat halı deyil, eynidir. Baxaq, düzdür, həqiqətən. Hər 3 aqreqata bax, hara fırlasan, bax, buralara gətirsən, yenə bərk olacaq hamısı. Ona görə bu doğrudur. Və də deyir, 73 dərəcə haradasa buralardır. Belə bir xətt çəkək. Birinci və ikinci maddə deyir, qazdır.
Düzdür. Bax, birinci qazdır. Görürsünüz, ən axırıncı xəttidir. İkinci maddədə qazdır. Ən axırıncı xəttidir. Üçüncü maddədə mayedir. Bəli. Bu hələ qırılıb bura çatanda qaz olacaq. Ona görə bu da doğrudur. Cidə deyir 65 dərəcədə, 65 hardasa buralardır. Molekullar arası məsafə ən böyük olan birinci maddədir. Bəli, qaz olduğu üçün bunun məsafəsi daha böyük olacaq. Bu da doğrudur. Cidə deyir ikinci maddə qaynamağa başlayanda, ikinci maddə burada qaynayır. Baba, burada. Hətta buralarda da başlayır. İkinci maddə qaynamağa başlayanda birinci maddə deyir qaz olur. Bəli, bax bu qaynama başlayanda həmin aralıqda bu qazdır. Üçüncü maddə də mayedir. Bəli, bu aralıqda mayedir hələ. Bura çatanda hələ qaz olacaq. Ona görə bu da doğrudur. Edə deyir ikinci maddənin ərimə temperaturu ən azdır. İkinci maddənin ərimə temperaturu ən azdır. Xeyr, ərimə temperaturu ən az olan 1-dir. Bu deyir 30-da əriyir hələ. Bu 50-də əriyir. Ona görə bu səhvdir. 32-də deyir maddə aqreqat halını dəyişirsə, aşağıdakılardan hansı həmişə dəyişmir? Aha, sadəcə məsələn, tutaq ki, qazdan mayeye keçiddir. Deyir aqreqat hal zamanı, aqreqat hal dəyişəndə hansı həmişə dəyişmir? İndi baxaq, molekulası cəzb etmə dəyişir. Çünki məsələn, qazlarda cəzb etmə daha zəifdir. Məsələn, maye bərklərdə nisbətən çoxdur. Sıxlıq mütləq ki dəyişir, qazlarda daha aralı yerləşir. Həcm mütləq ki dəyişir, qazlarda həcm daha böyükdür. Molekullar arası məsafə dəyişir, qazlarda məsafə daha böyükdür. Amma tərkibdə heç bir dəyişiklik olmur. Sadəcə bir maddə müxtəlif aqreqat hala keçirsə, həmən iki maddədir. Ona görə maddənin tərkibi dəyişmir. 33-də deyir, hansı element adi şəraitdə mayedir, 2 atomludur, allotropik şəkil dəyişməsi yoxdur. Biz demişdik, o cipsi olan elementlərin allotropik şəkil dəyişməsi var. O da deyir, yoxdur. Oksigenin var, allotropiki, kükürdün var. Allotropikdən qutardıq. Deyir, 2 atom olsun, civə tək yazılır, Hg. Brom, brom 2 yazılır, xlorda xlor 2 yazılır. İndi maye dediyi üçün təbii ki, bromu götürəcək. 33-də doğru cavab B variantı. 34-də deyir, X, Y, Z maddələri 25 dərəcədə aqreqat alır. 25 dərəcədə gəlin əvvəl X-ə baxaq. 25 burada yerləşir. Deməli olacaq bərk. Y-ə baxırıq. 25 harda yerləşir? Ortada. Deməli olacaq maye. Z-ə baxırıq. 25 yerləşir sağda. Olacaq qaz. Bərk, maye, qaz. Doğru cavab A variantıdır. Gəl 35-ə hansı maddənin aqreqat halı digərlərindən fərqlidir? Kalsium bərkdir, yod bərkdir, ağ fosfor bərkdir, qrafit bərkdir, amma arqon, helium bunlar təsirsiz qazlardır deyə qazdır. Ona görə sonuncu sualda 35-də doğru cavab B variantıdır. Növbəti bölmədə görüşənədək sağ olun uşaqlar.